Salam uşaqlar, belə bir blok sual var. Deyir ifadəsinin qiymətini sadələşdirin. Biz ilk öncə suala baxanda görürük ki, bu nəyin açılışıdır? Tangens alfa üstəgəl betanın açılışı olacaq. Yəni bu da bərabər nəyə? Tangens alfa üstəgəlsin tan beta, bir çıxılsın tan alfa vurulsun tan beta idi da. Onu da misalımıza tətbiq eləsək, onda olacaq tangens alfamız 2x plus 4'tür. Olacaq 2x üstəgəl 4. Betamız da 86 çıx x. Bunun da üzərinə gələcəm 86 çıx x-i. Və biz bunu sadələşdirsək bərabər də olacaq. Tangens. Burada 2x-dan x çıxacaq, qalacaq. 4-lə də 86-nı toplasaq olacaq 90 üstəgəl x şəklində. Yəni 90 plus alfa kimi də düşünə bilərik. Bu da çevirmə düsturudur. Onda olacaq kotangens x-a və bu ikinci rübə düşdüyü üçün tangens ikinci rübdə mənfidə olacaq. Mənfi kotangens x, yəni D variantı.